dünya bir cəhətdən axirətdən üstün yerdir, bir cəhətdən. Bir cəhətdən dünyanın bir önəmli cəhəti var ki, axirətdə o cəhət yoxdur. O nədir? Onu belə deyək, neynədin elədin? O buraya. Müddəti qısadır, bunun özü məqsəd olmamalıdır, amma müddəti qısadır. Nə qazandın, burada qazandın. Onda nə olur? Onda başlasan aktiv çalışmaq üçün, çalışmağa. Qısa bir fürsətdir bu. Onda bu baxımdan baxanda 250 dünyadan yapışırsan ki, bunun hər saniyəsi mənim üçün yüksəliş fürsətidir. Mən dünyadan köçəndən sonra 1 santimetrdə məqamımın mənzilimi axirətdə dəyişməyə gücüm çatmayacaq. Nə elədimsə burada elədim bu 70 il ərzində. Çox olsa 70 il, indi lap qısalır bəzən görsən adamların ömrü. Allah ömür versin və bu yeganə bir fürsətdir. Onda insan başlayır aktiv həyat sürməyə.